şəkildə biohumus istehsal olunan sexdə siz burada əyani tanış ola bilərsiniz. İndi qismət olsa biz bir dəfə də həmən sefə biz səfər edərik və daha yaxından əyani tanış ola bilərik. Bax, biodinamik hərəkətsizliyin əsas məsələsi budur. Buradan biz belə deyək, organik hərəkətsizlikdən fərqli olaraq dedik ki, burada ancaq bioloji üsullarla problemi həll etmək və bunun axtarışı olmaq. Məsələn, büyülərin biostimülator, boy mənzimləyici, organizmlər. Bundan başqa, torpaqda münbitlik yaratmaq üçün və torpağın o mikrobioloji fəallığını yaxşılaşdırmaq üçün xüsusi preparatlar var ki, hansı laboratoriya əsasında bunlar hazırlanır. Ona görə misal olaraq, məsələn, EM, Baykal, EM preparatı misal göstərmək olar, Master, Nanomix, bax orada gördüyünüz Pectin Grain və s. Bunlar nə? Məsələn, deyək torpaqda azotobakter azdır, torpaqda nitrikator bakteriyaları azdır və digər xeyri orqanizmlər, mikroorqanizmlər azdır. Onları laborator biodinamik hərəkətsizliyin məqsədinə uyğun olaraq və biodinamik hərəkətsizliyin belə deyək, irəli sürdüyü qanunlara uyğun olaraq laboratoriyada bunlar hazırlanır. Və bunlar sonra isə biopreparat şəklində, yəni maye gübrələr deyilmişdir. Ancaq bunların hansı orqanizmlər, mikroorqanizmlər. Bunlar verilir torpağa. Eyni zamanda parçalamaq üçün, məsələn, bitki qalınlarının kompostunu hazırlar və onun parçalamaq üçün onlar oraya daxil olur. Çünki orada həmin onlar intensivliyi olmasa, bitki qalınları zəif parçalanır. O torpaqlar ki, mikrobiyoloji fəallığı aşağıdır, bax bu biostimülatorlardan istifadə olunur. Bax, biodinamikin hərəkətsizliyin əsas məsələlərindən də biri problemi bioloji yollarla onun elmi axtarışında olmaq. Məsələn, hamımızın da tanıdığımız kimi, bax burada bu şəkildə də göründüyü kimi, hər hansı bir problemin həllində, ekoloji hərəkətsizlikdə ortaya çıxan hər hansı bir problemin həllində bioloji üsullarla mübarizə və onun axtarışında elmi tədqiqat işləri aparılır. Məsələn, elə bildiyimiz kimi, araqlara qarşı büyünləri alternativ göbəlliyə deyilən bir şey olur. O göbələyi biz laboratoriyada, elmi tədqiqat işi nəticəsində, orada mikrobiyologiya laboratoriyaları alırlar, ondan biopreparat hazırlanır və araqlara qarşı bioloji mübarizəsi. Bax, biodinamik hərəkətsizliyin əsas məsələlərindən biri budur. Sonra biz sizinlə artıq belə qənaətə gələ bilərik ki, əgər biodinamik, organik hərəkətsizlik tətbiq olunsa və davamlı olaraq torpaqda qida maddələrinin miqdarı artsa, torpağın vəziyyəti yaxşılaşsa, avtomatik olaraq həmən ərazidə dərin becərmələrə ehtiyac yoxdur, artıq gəldiyi ekoloji hərəkətsizliyin digər istiqaməti olan sıfır, notil texnologiyası, sıfır becərməyə. Bu günləri notil texnologiyasından bağlı çoxlu elmi tədqiqat işləri aparılır. Burada da, bax, gördüyünüz kimi, notil texnologiyasının tətbiqi üçün, burada bir aqreqatdır. Aqreqat necədir? Burada qarşıdan iki işçi orqanlar tirə düzəldir. Bu arxadakı disk həmən tirədə cığır açır və ondan sonra həmən toxum borusundan o diskin açdığı cığırlara tökülür və üstü örtülür. Burada da heç bir şum aparılmadan gördüyümüz kimi sahənin üst qatında bitki qalıqları var. Və notil texnologiyasını zəruri edən məsələ nədir? Notil texnologiyasını zəruri edən əsas məsələ birinci növbədə torpaqda olan münbitlik, torpağın su-biz xassələrinin optimal vəziyyətdə olmalı və torpaqdakı sıxlığı, belə deyəklər, əlverişli halda olmalıdır. Bax, burada notil texnologiyasını əyani şəkildə biz Ağzabəddə, tər-tər Zosda, biz bununla tər-tər təcrübə sahəsində notil texnologiyası tətbiq olunur, köşkənliyə qarğıdalı səplir və biz bunu kamera ilə də çəkmiş və sizə göstəririk. Notil texnologiyasına gəlmək üçün günləri alimlər arasında buyurun. O adeta finans edilmesi yapalım. Yox, biz deyək dedik ki, artıq bir dəfə səfir aparılanda o texnika çıxır, bir dəfə də keçin aparılanda o texnika cəlb edəcəyik. Ancaq bir də var ənənəvidə görürsünüzmü, bir dəfə şum aparılır. Arxasınca neçə dəfə çox suali becərmələr
Məsələn, notil texnologiyasında cəmi 1-2 dəfə texnika çıxdığı halda sahəyə, ancaq ənənəvi texnologiyada hardasa 5-6 dəfə belə deyək, texnika sahəyə çıxmış olur. Bütün bunlar da torpağın strukturasını pis vəziyyətə salır, bitkinin inkişafına da mənfi təsir göstərir. İndi notil texnologiyasından biz danışdıq. Burada əsas məsələ nədir? Burada əsas məsələ ondan ibarətdir ki, biz torpağımızı o vəziyyətə gətirək. Torpağı isə o vəziyyətə gətirmək üçün birinci məsələ daim torpaqda biokütlənin arasını kəsməmək. Bunun üçün də bəzən indi mən bəyəqli məsələyə qayıdıram, relief də düz olmalıdır. Bax, bu şəkildə lazer mala görürük biz. Bu lazer mala bizim ənənəvi mallardan fərqli olaraq, deməli, GPS sisteminlə, bax, burada gördüyümüz kimi sahənin kənarında durur, həmin qoyulur və burada ötürücü var. Həmin ötürücü, informasiyanı ötürücü verir bura. Buradan da traktorist içəridə görür ki, harada əyrilik var və o haranın torpağı, harada çoxdur, harada maliliyi, harada kökəliyi var, haranın torpağı, hara verilməyini tez nizamlaya bilir. Bax, bu da yeni bir texnologiyadır. Biz sizlə daha geniş şəkildə bu haqda danışacağıq. Notil texnologiyasında əsas məsələ, yəni əgər biz birbaşa səhvlə paylaşırsa da, cərgə arasında belə deyək, kökşənlik qalmış olacaq. Çünki əgər kökşənlik məsələ, burada paxlalı bitki əkilir. Əgər kökşənliyi biz paxlalı bitki əkilirsə də, paxlalı bitki buradan çıxır və kökşənlik qalır cərgə arasında. İndi mənim sizə sualım var uşaqlar. Sizcə, bax, bu notil texnologiyasının bir neçə üstünlüklərini dedik. İndi arada da gördük ki, kökşənlik qalır. O kökşənliyin sizcə agrotexniki əhəmiyyətləri nədir? Hansı kimi deyə bilər? Bax, bununla qalır. Bu Xəzər buyur. Alaqlara qarşı mübarizə. Alaqlara qarşı, bəli, təbii mulçadır. Alaqları, işıqdan və digər həyat amillərindən məhlum etməklə alaqlara qarşı mübarizə. Sonra buyur. Mümkünlüyü saxlamaq, bəli. Mümkünlüyü qarşısında. Saxlamaq. Təmliyi saxlamaq, düzdür. Sonra bir neçədən məsələlər var. Onun sonradan çürüyüb biohumusa çevrilməsi. Çürüyüntüyə çevrilməsi. O biohumusa çevrilən biohumus qruplarıdır. Onların məhsuldur. Bəli, çürüyüntüyə. İndi torpağın üst qatında, hamısı. Torpağın üst qatında və yerdə torpağın üst qatında kontaktlı olan hissəsi. Əsas bir digər hissəsi vegetasiya naxılına kimi sahədə qalır və bir dənə əsas məsələ Mikroorqanizmlər üçün şərait yaratır. şərait yaranır. Bir dənə əsas məsələ var. Azot kütlələri. Yox. Mən kökşəni, adi quru kökşən vegetasiya naxılına kimi torpaq səthində örtük rolunu oynayır. Hansı problemi qarşılar? Onu dedik. Erozyon. Buyur. O erozyon qarşılar. Bəli. Sulanma zamanı akıb getməsini. Bəli. Erozyon. Çünki bu kökşən çox sağ olun. Kökşən eroziyanı, belə deyək, kökşən torpaqda bir süngər rolunu oynayır. Torpaqdan hissəliklərin yurulmasının qarşısını alır. Notil texnologiyasının əhəmiyyəti budur. İndi digər çatışmazlıqlar da var, o haqqda da qeyd edirəm ona. Çatışmazlıqlarından biri, bəzən alimlər deyir ki, birinci il düzdür, ikinci il notil texnologiyası müsbət nəticə verə bilməz. Biz dedik ki, torpaq həmin vəziyyətə gəlməlidir. Əgər biz bura nəzər salaq, bu torpağa nəzər salaq, əgər belə strukturası pozulmuş torpağa, indi gör bu vəziyyətdədirsə da, biz bu torpağa notil texnologiyası tətbiq edirik. Aşağı qatlardakı köhlər nə üçün inkişaf edə bilər belə bir torpaqda? Ancaq biz belə bir yumşaq torpağa notil texnologiyasını tətbiq edə bilərik. Bax, gördüyümüz kimi nə qədər aqreqat tərkibi yaxşı, nə qədər zəngindir. İndi mən bir dənə məsələni sizə qeyd etmək istəyirəm. Bu günləri bizdə alimlərin çoxu deyir ki, siz notil texnologiyasını tətbiq eləməklə bitki kökü zəif inkişaf edə bilər və torpağın aşağı qatlarına doğru getdikcə sıxlıq baş verir. O nətər olacaq? Bax, bu məsələ var. İndi mən onlara deyirəm ki, gəlin birinci, torpağı bayaq oldakı o qara torpaq vəziyyətinə, mümbit və yumşaq torpaq vəziyyətinə gətirək. Ancaq, indi onlar ki, o həmin strukturasız torpağı daim şümlürlər deyirlər ki, yumşaqdıq, həzm işlərini neynədik? Azaltdıq. İndi bax, burada mənim əlimdə müəyyən həzm torpaqdır və mən onun üzərinə su tökürəm.
Bəyək 100 idi, indi qalxdı. Həcm qalxdı mı? İndi məsələ nədir? Bax, burada mən praktik bunu sizə başa salmaq üçün deyirəm. Burada məsələ nədir? Düzdür, o torpaq ki, strukturasızdır və daim strukturasızlığında da davam edir, o torpağı şumladıqca, şumlayan məqamda sonra o yumuşalır. Şumdan sonra kökən getdi, torpaq qalır bizim ixtiyarımızda. Onu biz suvarmalıyıq mı? Su vuran kimi torpağın həcmi buradakı kimi artır. Sudan sonra, yəni buxarlamalardan sonra torpağın həcmi, indi bir dəqiqə biz bu buxarlamağını gözləyənməli, vaxtımız azdır. 3 gündən, 4 gündən sonra bu bəlkə quru həcmindən də aşağı torpaq yığılacaq. Hissəciklər yığılacaq, çünki strukturası torpaqdır. Torpaq yığılacaq, hissəciklər bir-birinə bərk yapışacaq və nəticədə biz bu şəkildə strukturasız torpağa rast gələcəyik. Ancaq o torpaq ki, münbit və aqreqat tərkibi bu vəziyyətdədir. Hissəciklərlə doludur, bunun su sızdırma qabiliyyəti ondan yaxşıdır, su saxlama qabiliyyəti bundan yaxşıdır. Eyni zamanda nə qədər də sıxılsa, aradakı bu dənəvər aqreqatlar var, hansı ki görürük, o suya davamlı. Bunlar qoymayacaq torpağı sıxılmağa. İndi bu günləri görün nətin qurulunur. Strukturasız torpaqda, məsələn, hər hansı bir bitkini əkmək üçün, məsələn, o dekorativ bitkiləri mən Şəmkirdə də onunla bağlı gördüm. Həmən o adi belə dipçəkləri ilə gülü əkəndə o qədər strukturasız torpaqdır ki, artıq bilmirlər ki, torpağın o həcm kütləsində cıqobduğunu başlasınlar, oraya çay daşları qoyurlar, balaca çay daşları. Çünki bilirlər ki, torpaq, hamısı strukturasız torpaqdır, bir-birinə yapıqlar və nəticədə belə sıx həcm kütləsi böyümüş bir torpaq profili alınlar ki, orada bitki köklərini inkişaf edə bilməz. Ancaq bu torpaq, hansı ki, aqreqat tərkibi zəncirli strukturalıdır, nə qədər sudan sonra da yığılsa, bu dənələr qoymayacaq ki, torpaq bir-birinin üzərində onun kimi kip yatsın. Bax, mortar texnologiyasını bu torpaqlar üçün biz tətbiq edirik. Deməli, biz mortara gəlmək üçün bu torpağı, bax, bu gördüyünüz torpağı, bu torpağa gətirməliyik. Aydın oldu mu? Bu məsələnin bir tərəfi. Ona görə də biz bir mənalı şəkildə fermerə görə tövsiyə verəndə deməkdən ki, kəsb becərmək üçün fermer qorxar və nəticəni də görməz, birinci nəticəni görməz, ondan imtina edir. Və biz fermerin elmə əsaslandırılmış surətdə fermerə başa salmalıyıq ki, mortar texnologiyasında nədir keçmək olar və nəticəsi nə olar? Bunu elmə əsaslandırılmış surətdə desək, bəlkə fermer bizdən qazanacaq. Ancaq bu günləri dünya artıq onunla məşğuldur. İndi baxaq hansı bitkilər üçün. Bu günləri məsələn taxıl bitkisi elə də dərin becərməyə ehtiyacı yoxdur. Siderət bitkisi, ayalıq bitkisi əkirəm, yaşıl kütləsini ancaq torpaq üçün istifadə edirəm. Lazımdır mənə dərin becərmə. Mən dayaz onun üzlüyü, üzr istəyirəm, və o da mən siderət bitkilərdən ki, onun yaşıl kütləsi mənə lazımdır. Bax, belə biz torpağın mexaniki təsirləri azaltmaqla eləyə bilərik ki, bizim torpaqlarımızın da şum qatı, əkin qatı optimallaşsın və biz minimal becərməyə meyil etmiş oluruz. İndi növbəti olaraq bioloji əkinçiliyə gələk. Bioloji əkinçilində əsas istiqamətləri, ekoloji əkinçilik digər istiqamət, biodinamik, organikdə olduğu kimidir. Sadəcə olaraq burada məsələ nədir? Alaqlara qarşı fiziki mübarizə, alaqlara qarşı bioloji mübarizə, orada orqanizmlərlə idi, burada indi bitkilər, orada isə canlı orqanizmlər, makromikroorqanizmlər və s. Burada isə bir balaca fiziki də var, bir balaca deyək, bioloji də var. Məsələn, alaqlara qarşı mulçadan istifadə edilir. Torpaqda quraq devirdə, nəmli olmayan, çatışmayan vaxtı həmən növbəti suya kimi mulçadan istifadə edilir. Bu, bir təbii mulçadır. Süni mulça, polietilen ölçülərdən istifadə edilir. Məsələn, görürsünüz, pomidor sahəsində koldan pomidorun dib hissəsi görünmür, ancaq aralayanda görürsən ki, orada polietilen ölçü var. Nəmliyi saxlayır. Alaqlara qarşı vegetasiyanın sonuna kimi mübarizə aparılmış olur. Bunlar da indi özümüzdə deyək ki, yəni burada hökmən belə yerlərdə kiçik əkin sahələrində tətbiq eləmək olar və burada da məsələ ondadır ki, suvarma necə aparılacaq, burada da mütəyyən suvarma texnologiyasıdır. Yəni damcıvarı suvarma sularına, torpaq altı borularına və s. mütəyyən suvarma sularına istifadə etməklə və bunlardan da kompleks istifadə etməklə biz bioloji əkinçiliyi neyə bilərik, tətbiq edə bilərik. Bioloji əkinçilikdə digər məsələ, mulçalanmış tərəvəz məsələ. Burada badıncan bitkisidir və cərgə araları 5 cm
qalınlığında adi samanla mulçalanır. Düz vegetasiyanın sonuna kimi arıqlarla mübarizədə əhəmiyyətlidir. Vegetasiyanın sonuna kimi torpaqda nəmlik saxlanmaqda əhəmiyyətlidir. Hətta vegetasiyanın sonuna kimi qaysaq deyilən məsələ olunur və qaysaq deyilən məsələ olunur. Qaysaq deyilən məsələ olunur və bütün bunlar da öz növbəsində vegetasiyanın sonunda torpağın sıxılığını, torpağın həcm kütləsinin optimal vəziyyətdə saxlanmağına gətirib çıxardır. Qarışıq səfir. Bu da bioloji əkinçiliyin hamısı eynilikdə kompleks ekoloji əkinçilikdə cəmlənir. Sadəcə olaraq biri digərindən daha çox həmin məsələyə yanaşılır. Ekoloji əkinçiliyin bu bioloji hissəsində məsələn, bax biz burada soya əkmişik. Bu soyanın özü, belə deyək, görsünüz nə qədər yaxşı kütlə verir. Arıqlara qarşı enli yarpaqlıdır, arıqlara qarşı bioloji mübarizədə əhəmiyyətlidir. Burada qarışıq səfir. Qarışıq sıx səfir arıqları sıxışdırır. İndi pasına bu monokoordinatlı əkinçiliyində bununla bağlı bir məsələyə toxunalım. Bax, burada yonca, arpa, ikisi də birlikdə səfilib. Burada arpa məhsulu yığıldıqdan sonra yonca hələ arpanın kökənliyindən yavaş-yavaş inkişaf eləməyə başlayır ki, bir ildə 2 məhsul, torpaqdan bir ildə 2 məhsul, torpaqdan səmərəli istifadə, eyni zamanda arıqlara qarşı da bioloji mübarizəsi olur. Bax, bu da bioloji əkinçiliyin bir istiqamətidir, hamısından detalları ilə növbəti dərslərimizdə məşğul olacaq. Sonra gəlirik, bioloji əkinçilikdə xəstəlik zərərvericilərə qarşı bioloji mübarizə üsulları. Bax, xəstəlik zərərvericilərə qarşı bioloji mübarizə üsullarına bağlı bizim çoxlu nəticələrimiz var və bizim apardığımız araşdırmalar nəticəsində biz bu qənaətə gəlmişik. Məsələn, bax, süjetə baxaq. Burada gördüyümüz kimi biz Kərkərdə bir fermerin salafan altında, özdə yaydı, məsələn, avqust aydı, salafan altında pomidor becər. Organik pomidor becər. Organik, qanlı soğutudur. Damcıvari suvarma sistemi tətbiq olunur və indi pestisid məsələsinə gəlir. Bioloji mübarizə özdə pestisizdir. Bildiyimiz kimi, pomidor bitkisini indi adda burada artıq yazda səpib bunu, yazda əkir. Artıq, belə deyək, avqust, sentyabr, baxırıq şahlar yerindədir, indi adda burada xəstəlik var. Pestisiz də olmaz. Mən bu fermerə sual verirəm. Nəticə olur ki, siz pestisiz organik pomidor becərsiniz. O mənə alternativ üsulları verir. Alternativ üsulları nədir? Xüsusi bir biomax deyilən preparat var. Maye gübrəli, biopreparatdır, yəni mineral, zəhərli kimyəvi maddə deyil. Onunla istifadə eləməklə baxlı pomidoru saxlayır. İkinci məsələ, xüsusi preparatlar var ki, orada bitki mənşəli dərmanlardan istifadə edir. Sarımsağın özündən, bozun yarpağından, sonra digər bəzi bitki mənşəli dərmanlar var ki, məsələn, biz ona çoban yastığı deyirik və s. Bunlardan həlim hazırlayır. Həmin həlimi, deməli, işçi maye ilə qarışdırır və nəticədə bax, bu pomidor sahəsinə tiləyir. Eyni zamanda torpaqda da xüsusi immunitet, bitkidə immunitet yaratmaq üçün torpaqda da yaxşı münbitlik, əlverişli şərait yaradır ki, kompleks şəkildə bax, bu fermerin özünün dilindən eşitmək də olar. Buyurun, süjetə baxın. Burada, məsələn, səsi bir balaca zəifdir. Burada qeyd edirik ki, biz burada, mən dəfq etdiyim kimi, bioloji üsullardan istifadə olunur. Tam təbii, tam organik, burada pomidor istehsal olunur. Buyurun. O hazırladığı mərhələləri nə vaxt verir? Xəstəliyə tutunan var? Yox, hamısı profilaktikdir. Hamısı profilaktikdir. Nəzərə alaq ki, pestisidlərin hansılar cüzdüsünü xəstəlikdən sonra verdikdə o təsir faizi aşağı olur. Çünki bütün xəstəlik zərərvericilərə qarşı eşək profilaktik həll olunur. Bu özü böyük bir şeydir. Mən orada hətta bir məsələni qeyd edirəm ki, mən ümumiyyətlə heç bitki məşqəli dərmanlarına vurmurdum öz təcrübə sahəmizdə. Belə deyək, pomidor hardasa iyul ayından sonra şah yavaş-yavaş məhvə doğru gedir. Ancaq bu günləri avqustun, axırı, sentyabrın əvvəllərdir, bunun sahəsinə baxsız. Organik pomidoru kimyəvi zəhərli maddələr tətbiq etmədən saxlamaq böyük məsələdir. Deməli, olar.